Və bu tərəfdən Qəbələ sözünə diqqət yetirək. Bəli. 300 minə qədər Qəbələdə əhali var. Mən bütün hər yerdə sorurum, Qəbələ sözü yoxdur. Heç bir lüğəti qəlbə oturmur Qəbələ sözü. Burada ad tamamilə təhrif olunub. Necə başa düşək, Qəbələ nə deməkdir? Sadəcə olaraq Ptolomey təhrifli şəkildə Xavala deyib, Xabala, məndə o götürülür, Strabonda, Ptolomeydə Xavala kimi gedir, Rus mənbələrdə Qabala kimi gedir və biz də Qəbələ kimi yazmışıq. Əslində bu ad olmalıdır Qəblə. Qəblə yəni miladdan qabaq, xristiyanlıqdan qabaq nə olur onda? Qiblə. Bu Girdman deyil, Gərdmandır. Gərd mani zərdüşlərdir. Gərd fələq evidir. Fələq evi. Demək, dünyanın ilk fələq evi bura olur. Bu bağlanır Lahca. Bağlanır İsmailiyə. İsmaili toponimin mənası nədir? İsim ad deməkdir. İsim ad. İsmin nədir? Bəli. Adın nədir? Mail, zatı pak, əsilzadə. Bağlanır İbrahimə. İbrahimin oğludur. İsmailli onun adınadır. İbrahim Peyğəmbərin oğlunun bəli, adınadır. İsmailin adınadır bu yer. O tərəfdən bağlanır Quba Xəlilli. Kəndi var. Quba Xəlilli. Quba bildik Qubadır. Xəlil də İbrahimdir də. İbrahim Xəlil, bəli. Və yaxud da ki, Tavus tərəfdə İbrahim Oba, İbrahim Hazırlığı, bu toponimlər niyə analiz olunmur, niyə təhlil olunmur ki, hardan doğulub bu toponimlər? Bəli. Hamısı İbrahim Oba. Misal üçün, Qobustanda Yekəxana kəndi var. Bəziləri Yekxanə yazır, Yekəxanə yazır, böyük xanə. Amma 1903-cü ilin xəritəsində yazılır İbrahimli. Bəli. Niyə hallanmır bunlar? Demək, Gərdiman, Alban, Qəbələ sözü İsmailli bağlandı bir nöqtəyə.